Hörmətli Cəvun müəllim, hörmətli Şamil müəllim, hörmətli Vəfa xanım, Laləzər xanım, hörmətli bizim Türkiyədən gəlmiş dostlarımız, əziz təhsil işçiləri, həmkarlar, hər birinizi bu gözəl şənbə səhərində Bakı Slavyan Universitetində salamlamaqdan, bu gözəl tədbirdə, mənim də qonağım olduğum bu gözəl tədbirdə salamlamaqdan böyük məmnunluq hissi keçirdirəm. Bakı Slavyan Universitetinə xoş gəlmişsiniz. Təhsilə əgər biz bəşəri kontekstdən baxırıqsa, bəşəriyyət üçün biz gələcəyi necə yetişdiririk sualına təhsil işçilərinin cavab axtarması çox vacibdir. Təhsilə biz həm də milli kontekstdən baxırıqsa, biz kimi hazırlayırıq sualına cavab nədir, o çox vacibdir. Mənim anlamımda və mən bu günlərim həm də bunu burada gördüm bizim övladların öz müəllimləri ilə birgə hazırladığı açılış təqdimatında biz vətəndaş hazırlamaqla məşğul olmalıyıq. Təhsil vətəndaş hazırlayır. Bir vətəndaş kimdir? Vətənini sevən, ona bağlı olan, işini bacaran, yüksək peşəkar, adət-ənənələrinə, tarixinə sahib çıxmağı bacaran, bəşəri dəyərləri bölüşməyi bacaran, müasir təhsilin problemlərini, məsələlərini dərindən anlayan, vətənə xidmət eləyə biləcək insan yetişdirməkdir. Biz ötən həftə, mən burada Nailə xanımı görürəm, ötən həftə Pedaqoji Universitetdə də oxşar məsələlər müzakirə olunmuşdur və mən çox sevinirəm ki, biz bu məsələləri artıq geniş şəkildə müzakirəsini təmin edirik. Və mən ilk növbədə mənim əziz dostum Şamil müəllimi həm təbrik eləmək istəyirəm. Bu tədbir münasibəti ilə deyil. Bu tədbir görsənən odur ki, hədəf qrupunun, onun ailəsinin həyata keçirdiyi tədbirlər sırasından biridir. Bu bir hadisədir. Biz əslində bugün bir müzakirə hadisəsi ətrafında toplaşmışıq. Amma onlar böyük bir prosesin içindədirlər. Onlar sözün həqiqi mənasında o bayaq dediyim vətəndaş hazırlamaq işində mükəmməl işlərlə məşğuldular. Mənim bugün bir daha anladığım ondan ibarət oldu ki, bu prosesdə hədəfin təlim prosesinin mərkəzində özlərinin də əslində qeyd elədikləri kimi və andlarında da hansın ki biz bayaqlarım ekranlarda gördük, insanların, gələcəyimizin daha doğrusu Azərbaycançılıq ideyaları üzərində, böyük dəyərlər üzərində, vətənə sevgi üzərində yüksək səviyyəli, bacarıqlara malik və bizi həm də türk ideyaları ətrafında birləşdirəcək insanlara çevirmək üçün hazırlayırlar. Bu çox vacibdir və buna görə mən şəxsən hədəfə, onun komandasına, rəhbərinə bir təhsil işçisi olaraq, bir universitet rəhbəri olaraq həm də öz təşəkkürümü bildirirəm. Çünki bunlar bizim həmin o təhsil üzrə ölkə rəhbərimizin həyata keçirdiyi dövlət siyasətimizin tərkib hissəsidir və bizim hər birimiz də bu siyasətin həyata keçirilməsində öz töhfələrimizi yerinə yetirməliyik. Bugünkü tədbirə biz yalnız məktəbə qədər təhsil kontekstindən, baxışından deyil, daha böyük təhsil perspektivindən baxanda belə təlimdən bacarığa ifadəsinin özü böyük bir xətti göstərir, böyük bir yolu göstərir. Çünki müasir dünyada artıq təhsilə baxış fərqlidir. Təhsil əmək bazarında iqtisadiyyata dəyər qata biləcək bacarıqların toplusuna verilən, belə deyək, töhfələrdən ibarətdir. İndiki tələb bundan ibarətdir və biz təlim isə daha geniş təhsil prosesindən baxanda yalnız bir müəllimin öyrədə biləcəklərindən getmir. Həm də öyrənənlərin öyrənməli olduqları o kompleks bilik və bacarıqlardan gedir və biz öyrətməyə çalışdığımız və qarşı tərəfin öyrənmək istədiyi, öyrənməli olduğu əmək bazarının, iqtisadiyyatın, cəmiyyətin, bəşəriyyətin tələb elədiyi bilik və bacarıqları ona biz necə çatdırırıq və həmin o bilik və bacarıqları sözün həqiqi mənasında gələcəyimizin inkişafı üçün və fərdlərin, insanların inkişafı üçün bu konferansın prizmasından baxanda bacarıqlara necə çevirə bilirik. Düşünürəm ki, bu çox böyük həm də təhsilin, belə deyək, hal-hazırda müzakirə elədiyi hədəflər sırasındadır. Biz bayaq bir qədər öncə hörmətli millət vəkilimizlə, digər həmkarlarımızla danışırdıq, müzakirə eləyirdik
Əslində, əgər fikir verirsinizsə, son illər biz təhsilin müxtəlif mövzularını müzakirəsi ilə məşğuluq. Biz əslində cəmiyyət olaraq, bir təhsilli cəmiyyət olaraq, bir hazırlıqlı həm işə, elmə və təhsilə yüksək dəyər verən bir cəmiyyət olaraq biz təhsilin müxtəlif mövzularının diskursunun mərkəzindəyik. Bu diskurs elə Elm və Təhsil Nazirliyinin özünün də həm də belə deyək, xətt daşdığı, yol açdığı, müxtəlif mövzuları müzakirəyə çıxartdığı həmin o diskursun tərkib hissəsidir və hədəfimiz isə ondan ibarətdir ki, biz daha müasir tələblərə uyğun əmək bazarının, cəmiyyətin, gələcəyin, texnologiyanın, elmin inkişafı ilə ayaqlaşa biləcək yeni dövrün Azərbaycanında qalib vətəndaşların artıq işğal problemi ilə yaşayan deyil, daha böyük hədəflər uğrunda çalışacaq Azərbaycanın vətəndaşlarını biz necə hazırlamalıyıq, təhsilimiz buna necə xidmət eləməlidir. Artıq biz bu diskursun içərisindəyik və buna görə də bizim hər birimizin üzərimizə böyük məsuliyyət düşür. Bu günlərim burada səsləndirilən Ulu Öndər Heydər Əliyevin Azərbaycançılıq ideologiyasına uyğun vətəndaş hazırlanması məsələsində mən Şəmil müəllimə və onun komandasına uğurlar hazırlayıram. Mən bu günlərin burada əyləşən bütün həmkarları salamlayıram. Sizin hər birinizə erkən dövrdən sizlərə həvalə olunmuş, sizə həvalə olunmuş övladların hazırlanmasında və onların gələcəyimiz üçün gözəl mütəxəssislərə çevrilməsi üçün, gözəl insanlara, vətəndaşlara çevrilməsi üçün ilkin bacarıqları qoyulma işində hər birinizə uğurlar arzu edirəm və xüsusilə də mən Müddaya, hörmətli Vəfa xanımı burada verdiyi bu dəstəyə görə təşəkkürünü bildirmək istəyirəm. Xüsusilə mən millət vəkilimiz Ceyhun müəllimi salamlamaq istəyirəm. Ceyhun müəllim parlamentimizin Elm və Təhsil Komitəsinin üzvü olaraq buna qədər həm də Azərbaycanda bir qurucu rektor kimi bir missiyası olmuş həmkarımız olaraq, həm ali təhsil prosesini bilən, həm elm və təhsil siyasətini bilən, bu proseslərin içərisində iştirak edən və bütün təhsil işçiləri bilirlər ki, bütün müzakirələrimizdə də həmişə aktiv rol alan, siyasəti təcrübəyə, təcrübəni təhsil siyasətinə aparmağı bacaran, onları uzlaşdıran bir həmkarımızın burada bizimlə olmasına mən çox sevinirəm. Məktəblərimizin, universitetlərimizin, Türkiyədən olan həmkarlarımızın iştirakı mən əminəm ki, bizim bugünkü tədbirimizə böyük bir uğur qatacaq. Şəmil müəllimi bir daha komandasını təbrik edirəm və sizə bu fəaliyyətinizdə uğurlar arzu edirəm və bu forumunda işinin çox uğurlu olacağına, çox yaxşı bir nəticələrlə hər birimizə geriyə dönüşləri olacağına da öz əminliyimi ifadə edirəm. Bir daha hamınızı salamlayıram, hamınıza uğurlar arzu edirəm. Çox sağ olun. Təşəkkür edirik, minnətdarıq.